Abşeron rayon məhkəməsində Cavid Cəlilovun qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə təqsirləndirildiyi iş üzrə məhkəmə istintaqı başa çatıb. Məhkəmə konstitusiya və suverenlik ili ilə bağlı 19 dekabr 2025-ci il tarixli amnistiya qərarını tətbiq edərək onu cinayət məsuliyyətindən azad edib, 5-ə xitam verib. Hadisə 22 yanvar 2025-ci ildə gecə saatlarında onun yaşadığı ünvanda baş verib. O qeyri-rəsmi münasibətdə olduğu Malikə Nəbiyeva ilə mübahisə edib. Mübahisə qadının onun işləməməsi və ailəyə maddi dəstək verməməsi ilə bağlı iradlarından yaranıb. Cavid əsəbləşərək qadına fiziki zor tətbiq edib, saçından tutaraq başını çarpayıya vurub və müxtəlif nahiyələrinə zərbələr endirib. Nəticədə zərər çəkmiş şəxsə başın ənsə nahiyəsində cırılmış yara, sol alt və üst göz qapaqlarında qançırlar, eləcə də boynunun aşağı hissəsində sıyrıqlar kimi xəsarətlər yetirilib. Məhkəmə tibbi ekspertiza bu xəsarətləri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri kimi qiymətləndirib. Hadisədən sonra təqsirləndirilən şəxs saxlanılıb, lakin sonradan amnistiya əsasında məsuliyyətdən azad edilib.